Quran oxumaq azalıb. Yəni, buna görə istəyirəm toxunasınız bu məsələyə ki, yəni Qurandan uzaq qalmağın fərd və cəmiyyət üzərində olan o mənfi təsirləri var. Bəli. Bu məsələyə toxunasınız. Elhamdülillahi vahdah və salatu və selamu alə mən la nebiyyə ba'də. Qardaşımız gözəl bir məqama toxundu. Xüsusən də artıq Ramazan ayı 2 aydan sonra Allah müvəffəq etsə, nəsib etsə, Allah hər birimiz nəsib etsin. Ramazan ayı gəlir, yaxınlaşır. Və hər bir mömin, hər bir müsəlman Qurani Kərimi öyrənməlidir. Öyrənməlidir və Ramazan ayında da, bu Ramazan ayı Qurani Kərim ayıdır. Qurani Kərim ayıdır və qardaşımızın da buyurduğu kimi bir çox müsəlmanlar Qurani Kərimdən uzaqdırlar. Qurani Kərimi oxumurlar. Yalnız namazda oxuyurlar Qurani Kərimi. Və Qurani Kərimdən uzaq olmağın fərdə və cəmiyyətə çox böyük zərbəsi var, çox böyük təsiri var möhtərəm qardaşlar. Çünki Qurani Kərim hər bir şeyi özündə əhatə edir. Böyük alimlərdən birisinə soruşurlar ki, və bütün elmləri biz hardan ala bilərik? O buyurur ki, hansı elmi istəsən Qurani Kərimdə var. Bütün elmlər, əqidədə, fiqdə, ailədə, hər bir məsələ Qurani Kərimdə var. Ona görə bir fərd, toplum Qurani Kərimdən uzaqlaşarsa, möhtərəm qardaşlar, o toplumda xeyir bərəkət olmaz. O insanda xeyir bərəkət olmaz. Çünki bütün xeyirlər Quranda cəm olub. İnsan onu oxumalıdır, tədəbbür etməlidir. Əgər onu unudarsa, Allah da onu unudar. Çünki Allah Subhanahu wa Ta'ala Qurani Kərimdə buyurur ki: "Və men a'rada an zikri fe inne lehu ma'işeten danka ve nahşuruhu yevmel kıyameti a'ma." Kim bizim zikrimizdən, bizim sözümüzdən, zikrimizdən üz döndərərsə, fe inne lehu ma'işeten danka. Biz ona sıxıcı bir həyat verərik. Və düşünün ki, bir insan Allahdan uzaqlaşdıqca, Qurandan uzaqlaşdıqca o sıxıntı gəlir ona. Sıxılır. Çünki onun rahatlaşdıran Allahın zikridir. Və sonra Rəbbimiz buyurur ki: وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Onu qiyamət günü kör olaraq həşr edərik. Və o insan deyər ki: قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى. Ey Rəbbim, məni nə üçün kör həşr etdin? وَقَدْ كُنْتُ بَصِيرًا. Mən çünki görürdüm dünyada. Allah Subhanahu wa Ta'ala nə buyurar ona? قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَى. Bizim ayələrimiz sənə gəldi, sən onları unuttun, bugün də sən unudulursan. Ona görə möhtərəm qardaşlar, ayətləri unutmaq, onları oxumamaq, onlara tədəbbür etməmək, qiyamət günü onun aqibəti bu ayət kərimədədir. O qiyamət günü unudular və deyər ki, Rəbbim, nə üçün məni kör həşr etdin? Allah Subhanahu wa Ta'ala buyurar ki, çünki ayətlərimiz sənə gəldi, sən onları unuttun, bugün də sən unudulursan. Ona görə möhtərəm qardaşlar, Qurani Kərimə sarılmalıyıq və övladlarımıza da öyrətməliyik, ailəmizə də öyrətməliyik və topluma da bunu təşviq etməliyik. Çünki bütün xeyirlər Qurani Kərimdədir. Qurani Kərim nədir möhtərəm qardaşlar? Rəbbimizin kəlamıdır. Bizi yaradan uca Rəbbimizin kəlamıdır. Ona görə bütün xeyirlər oradadır. Hər zaman ona, hər gün vaxtımızı ayırmalıyıq, oxumalıyıq və baxmalıyıq ki, Rəbbimiz bizdən bu ayət kərimələri nə istəyir? Tədəbbür etməliyik. Çünki iman onunla qalxır, onunla artır. Necə ki, Ənfəl surəsində İnnəməl mu'minunəl-ləzīnə izə zükirəllahu vəcilət qulubuhum və izə tuliyət aleyhim əyətuhu zədəthum imanə. Deyir, möminlər o kəslərdir ki, Allahın adı xatırlandığı zaman onların imanı artar. İnnəməl mu'minunəl-ləzīnə izə zükirəllahu vəcilət qulubuhum. Allahın adı xatırlandığı zaman onların qəlbi titrəyər. Və izə tuliyət aleyhim əyətuhu zədəthum imanə. Allahın ayətlərini, Qurani Kərim oxunduğu zaman onların imanı artar. Zədəthum imanə. Ona görə Qurani Kərim, möhtərəm qardaşlar, imanın artmasının ən böyük səbəblərindəndir.
İnsan Quranı oxuyur, onu tədəbbür edir və beləliklə imanının artmasına səbəbdir, təkandır və Qurani Kərimsiz də həyat yoxdur möhtərəm qardaşlar. Bir insan Quranı oxumursa, onu tədəbbür etmirsə, heç vaxt xeyrə və doğru həyata çata bilməz. İmanı əldə edə bilməz. Və iman da Qurani Kərimi tədəbbür etməklə artar. Ona görə öz nəfsimə, sonra da sizlərə tövsiyə edirəm ki, Qurandan möhkəm sarılaq. Övladlarımızı da buna sarılmağa təşviq edək ki, xüsusən də Ramazan ayı gəlir, ona kimi oxuya bilməyənlər də Quranı öyrənsin və Qurani Kərim ayı gəlir. Ramazan ayında Qurani Kərim nazil olub və ona kimi 2 ay var, ona kimi Quran öyrənmək olar, öyrənməyənlər öyrənsin və hər bir hərfinə də 10 savab var. Allah hər birimizə müvəffəq etsin. Bəli. Müəllim, Allah sizə bərəkət versin. Bu çox gözəl bir toxundunuz Qurana. Yəni burada bir məqama istəyirəm toxunasınız. Çünki ehtiyac var. Yəni bəzən Qurandan danışanda bu hədis inkarçıları istifadə edirlər bundan. Bu Quran ayələri hədislərlə necə əsaslandırırlar? Yəni buna ehtiyac var, bəli, bu hədislərə. Möhtərəm qardaşlar, qardaşımızın həqiqətən verdiyi sual, son zamanlar toplumda bəzi insanlar yalnız Qurani Kərimi götürüb Allahın ayələrin, Allah Resulü sallallahu aleyhi və səlləm hədislərini kənara qoyurlar. Və qardaşımızın da sualından başa düşdüyümüz odur ki, düşülən odur ki, yəni ayət kərimələri hədislərsiz başa düşmək olarmı? Və yaxud onlar bir-birini necə tamamlayır? Belədir də sual. Bəli. Möhtərəm qardaşlar, hər bir müsəlman namaz qılır. Və Qurani Kərimdə Rəbbimiz buyurur ki, bu uzun mövzudur, ancaq qısa Qurani Kərimi iddia edənlər, hansı ki onlar zənn edirlər ki, onlar Quran əhlidir, vallahi onlar Qurandan uzaqdırlar. Quranilər deyirlər özlərinə, ancaq onlar Qurandan uzaqdırlar. Qurani Kərim onlardan uzaqdır. Çünki hədislər, onlar hər ikisi vəhidir. Yəni Qurani Kərim mücməl, yəni mücməl ayətlər var Qurani Kərimdə. Yəni onun mənaları, şərhi hədislərdən götürülür. Onlara bir sual vermək istəyirəm. Namaz qılırıq. Zəkat veririk. Möminin üzərinə buyurulan İslamın şərtlərindəndir. Oruç tuturuq. Allah Subhanahu wa Taala Qurani Kərimdə deyir ki: "Və aqimus-salah", namaz qılın. "Və atuz-zakah", oruç tutun. Zəkat verin daha doğrusu. "Və atuz-zakah", və savm Ramazan, o Ramazanda da həmçinin oruç tutmaq əmr olunur. Yaxşı, sual olunur ki, bunlara Quran iddiasında olan Qurani Kərim, hər birimiz bilirik ki, Qurani Kərim onun fəziləti haqqında danışmağa ehtiyac yoxdur. Quran Allahın kəlamıdır. Ən üstündür, ən birincidir. Sadəcə hədislər Quransız, yəni hədisləri Qurandan ayırmaq olarmı? Yəni məsələ budur. Bunlar deyirlər ki, yox, biz yalnız hədisləri götürürük. Quranı götürürük, hədisləri ehtiyacımız yoxdur. Artıq bu ziddiyyətdir, möhtərəm qardaşlar. Mümkündürmü ki, bir insan Quranı götürsün və hədisləri inkar etsin? Vallahi bu böyük bir ziddiyyətdir. Birinci sualım odur ki, Allah Subhanahu wa Taala Qurani Kərimdə deyir ki: "Və aqimus-salah", namaz qılın. Yaxşı, namazın rükünü, rüküyə getmək, rükuda nələri oxumalıyıq, səcdəyə getdik, səcdədə nə oxumalıyıq, səcdədən necə qalxmalıyıq və səcdədə hansı zikirləri oxumalıyıq və zəkatı Rəbbimiz Qurani Kərimdə "Və atuz-zakah", zəkat verin deyir. Zəkatı hansı miqdarda verməliyik? Yaxşı, bu saydıqlarımız Qurandadır yoxsa sünnədədir? Ancaq Allah Subhanahu wa Taala Qurani Kərimdə buyurur, zəkat verin və namaz qılın. Ancaq bunların izahı hamısı hədislərdən götürülür. Namazı necə qılmalıyıq? Zəkatı hansı miqdarda verməliyik? Orucu hansı vaxtdan hansı vaxta tutmalıyıq? Orucu pozan əməllər hansılardır? Bunlar hamısı sünnədən götürülür. Bəs yaxşı, bu insanlar, Quran iddiasında olan insanlar, özlərini Qurana nisbət edən insanlar, bəs yaxşı bunları hardan götürürlər?
Sual olunur. Həqiqətən baxırsan ki, vallahi ziddiyyət içindədirlər. Allah Resulü sallallahu aleyhi və səlləmin sünnəsini Quran-ı Kərimdən ayırmaq olmaz. Onlar hər ikisi vəhiydir. Necə biz ayıra bilərik? Və son zamanlarda bəzi cahil insanlar şübhə yayırlar ki, Quran kifayətdir. Bəs yaxşı, Quran kifayətdir və Quranda namazın necə qılınmasıdır, səcdəyə necə gedilməsidir və zəkatın necə verilməsidir, orucun necə tutulmasıdır, bunları sünnəsiz etmək mümkündürmü? Hətta onlardan birisinə sual verdim ki, bəs namaz qılırsan, nəyə görə səcdəyə belə getdin, rüküyə belə gedirsən, bu duaları oxuyursan? Deyir, o vaxtdan belə gəlib, belə də görmüşük. Baxdım ki, cavab tapa bilmir. Cavab tapa bilmir. Vallahi son nöqtəsinə kimi ondan danışdım, gördüm ki, cavab tapa bilmir. Çünki ziddiyyətdir. Çünki Quran-ı Kərimi sünnədən ayıran hər bir insan ziddiyyət içindədir. Ona görə qısaca demək istəyirəm ki, heç zaman, möhtərəm qardaşlar, bu şübhəyə düşməyin. Vallahi bu ziddiyyətdir. Quran-ı Kərimi sünnədən ayırmaq olmaz. Son zamanlarda bu yayılır. Son zamanlar yayılıb, möhtərəm qardaşlar. Baxın, şübhə atırlar. Ancaq onlara qısaca demək istəyirəm ki, vallahi onlara uymayın. Çünki onların gətirdikləri batildir və ziddiyyət içindədir. Heç bir əsası yoxdur. Bir insan Quranı götürmək iddiası ilə sünnəni tərk edərsə və ziddiyyətə düşər. Və heç bir əməlini yerinə gətirə bilməz. Nə namazını, nə zəkatını, nə orucunu, heç birisini düzgün şəkildə gətirə bilməz. Hətta onlara soruşduqda namazı necə qılırsan, özü də cavab verə bilmir. Bilmir ki, namaz. Çünki sünnədə gəlib axı namaz. Əhkamları sünnədə gəlib. Və bilmir ki, necə cavab versin. Ancaq bunu insanlara şübhə kimi atır və bunu yaymaq istəyir. Ona görə, möhtərəm qardaşlar, bu cür cılız şübhələrdən nəfsimizi qorumalıyıq, ətrafımızı qorumalıyıq. Heç zaman sünnəni Qurandan ayırmaq olmaz. Bu ayıran insanlar cahil insanlardır, bilmirlər. Həqiqətən bir balaca, çox yox, bir balaca düşünəndə görürsən ki, Quran-ı Kərimin mücməl ayətlərini sən sünnədən ayıranda artıq ziddiyyətə düşürsən. Heç bir ibadəti edə bilmirsən. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə də buyurub ki: وَمَا أَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا. Ayət-i kərimədə buyurur ki, Allah Rəsulü sizə nəyi verirsə götürün, nədən çəkindirirsə çəkinin. Ona görə ayətlər də var və eyni zamanda da Quran-ı Kərim heç zaman sünnəsiz düşünülə bilməz. Bəli. Allah razı olsun. Bir sual. Bəli, buyurun. Bir dənə toxunum. Bəli. Deməli, siz qeyd elədiniz ki, orada onların heç bir əsasları yoxdur. Bəli. Bu sünnəni inkar etməkdə. Yəni, Quran da vəhdir, səhih hədislər də vəhdir. Bəli. Bəs insanlar bildiyi halda ki, bunun hər ikisi vəhd olduğu halda o şübhələrin arxasınca nəyə görə gedirlər onlar? Şübhələrin arxasınca ona görə gedirlər ki, çünki bəzi, Allah qorusun, cahillər, bəzi İslam düşmənləri görürsən ki, Allah Rəsulunu alçatmaq istəyirlər. Allah Rəsulunun sünnələrini aradan çıxartmaq istəyirlər. Quran adı altında. Hətta bəziləri onun, baxdım ki, bir mötəbər görünən bir insandır, namaz əhlidir, çoxdan tanıdığımız bir adamdır. Allah Rəsuluna son məqamda bir paştalyon kimi baxırdı. Gör, nə dərəcəyə gəlib insan. Yəni ki, sanki o Quranı gətirib verib bizə, vəssalam, onun vəzifəsi odur. Yəni, onun sözü ola bilməz. O dərəcədə onlara şübhə gəlib. Ancaq Nəcm surəsində hər birimiz bilirik ki, Allah Subhanahu wa Ta'ala deyir ki, وَمَا يَنْطِقُ عَنِ الْهَوَى. Deyir, o heç vaxt öz havasından danışmır. Kim? Allah Rəsulü. Heç vaxt öz havasından, özündən heç nə danışmır.
İn huve illa vahyun yuha. Deyir, onlar hamısı vəhiy idi ona. Onu Allah əlləməhu şədidul quva. Allah güc-qüvvət sahibi olan Allah öyrədib ona onları. Yəni ona görə bu şübhələri atırlar ki, sünnəni aradan çıxartsınlar. Ona görə heç zaman sünnə ilə, sünnəsiz, yəni Quran-ı Kərimi sünnədən ayırmaq olmaz. Və bu cılız şübhələrə də uymamaq lazım, möhtərəm qardaşlar. Bəli. Yəni, demək olar ki, sünnəni ona görə inkar edirlər ki, bunların nəfslərinə daha çox xoş gəlir. O da ola bilər. Cürbəcür insanlar var. Görürsən, onlar şübhə gətirirlər ki, hədislər bilinmir. Hədislər, onlar gətirirlər ki, bəzilərindən söhbət elədim, gördüm ki, hədislər bilinmir və necə gəlib çatıb. Ona sual verdim ki, bəs yaxşı, Quran-ı Kərimi bizlərə kim çatdırıb? O kişilər gətirməyib bizə Quran-ı Kərimi. Vallahi o Quranı gətirən o kişilər, hədisləri də o kişilər bizə çatdırıb. Burada heç bir çətinlik yoxdur. Bu şübhəyə nə yoxdur? Quran-ı Kərimi gətirən sahabələr, tabiinlər, ətba'ut tabiin, o fəzilətli insanlar bizdə sünnəni də gətirib çatdırıb. Allah Rəsulunun kəlamı. Hətta orada sünnədə zəif olan hədisləri də çıxarıblar. O dərəcədə hədisə həssas yanaşıblar ki, bilir ki, hədislərin də zəifi var, həsəni var, münkəri var. Bunlar alimlər onu sahabələrin dövründən bu günə kimi təmizləyiblər. Hətta ən xırda yalan danışan insandan belə hədis qəbul olunmuyub. Yəni o cür kişilər Quran, sünnəni gətirib bizə çatdırıblar. Mesela İmam Buxari kimi, Müslim kimi, yəni İmam Buxarinin və Müslimin kitablarında gələn hədislərin demək olar ki, hamısı səhihdir. Onlar hamısı çox üstündə, çox yəni şiddətli şəkildə təmizlənmiş və insanların hansı ki fikirləşdiyi kimi deyil ki, onlar o hədislər bizə necə çatıb və o alimlər onları gözəl şəkildə incələyiblər. Hətta ən xırda yalan danışandan belə hədis qəbul eləməzdilər. O da bir elmdir, dərin bir elmdir, rical elmi. Kişilərin elmi, hansı ki onları araşdırırlar, hər adamdan hədis götürülmürdü. Və bir şey də unutmamalıyıq ki, onlar şübhə yayırlar ki, necə oldu ki, o hədislər bizə gəlib çatdı. Və bilməliyik ki, Quran-ı Kərim gəldiyi, gətirdiyi, Quran-ı Kərimi gətirilən kişilər, eyni kişilər də bizə sünnəni gətiriblər. Vəssalam. Burada başqa bir şübhəyə ehtiyac yoxdur, möhtərəm qardaşlar. Bəli. Onu da xatırladım. O hədis inkar edənlər, amma ayələri də inkar etdilər son zamanlar. Bəli, sonu ona gedir, möhtərəm qardaşlar. Baxırsan ki, sünnəni inkar edir. Ondan sonra şeytan ona daha böyük bir vəsvəsə ilə daha böyük bir bəlaya salır onu. Ki, Quranın bəzi ayələrini başlayırlar inkar etməyə. Başlayırlar, hətta görmüşük. İndi ad çəkmək istəmirəm. Bəziləri var, görürsən ki, bəziləri Quran-ı Kərimin ayələrini öz ağılları ilə təfsir edirlər. Quranda hicab yoxdur, nə bilim, Quranda filan yoxdur, Quranda peşməkan yoxdur. Hətta gəlib Quran-ı Kərimə çatıblar. Çünki bir insan sünnəni inkar edirsə, vallahi artıq o müsibət içindədir. O bir gün gəlib Qurana da çatacaq və bəziləri də gəlib çatıblar. Elşad Miri kimilər məsələn, onu demək zərurətində qaldım. Çünki ən çox azdıranlardan birisi də odur. Çünki insanlar onu yaxşı tanımırlar. Qulaq asırlar bəlağətinə, danışığına və düşünürlər ki, bu dinşünasdır, ancaq dindən xəbəri yoxdur adamın. Jurnalistdir, dindən danışır. Və insan düşünməlidir ki, vallahi qiyamət günü Rəbbimin huzurunda nə cavab verəcəm mən? Bu insanlara mən bunu yalan yanlış öyrədirəm. Allahın sünnəsi, Allahın kəlamından ayətləri öz təfsiri ilə gətirir və Allah Resulü sallallahu aleyhi və səlləmin sünnəsini inkar edir və bunu da insanlara aşılayır. Vallahi yazıq insanlardır.
Sən gör nəyə cürət edirsən? Bu dünya məsələsi deyil. Bu Qurani-Kərimdir. Bu Allah Rəsulunun hədisləridir. Sən bunlara cürət edə bilməzsən. Ona görə insan bilmədiyi şey haqqında danışmamalıdır. Çünki yüklənirsən və qiyamət günü halın pis olacaq. Qiyamət günü halın çox pis olacaq, şiddətli olacaq. Ona görə çalış Qurani-Kərimdən insan danışanda diqqətli olmalıdır. Bilmədiyi şeyi danışmamalıdır. Və həmçinin sünnə, o şərəfli sünnəni inkar eləyənlər də öz cəzasını alacaqlar. Elə bu dünyada da, axirətdə də Allah qorusun. Yəni sünnəni inkar eləmək böyük bir bəladır, müsibətdir. Ona görə belə şübhələrə uymamalıyıq, möhtərəm qardaşlar. Çünki bəzən görürük ki, insan da çıxır bəlağətlə danışır. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Və inne minel beyan ilə sihra." Danışıqda sehr var. Özünə bağlayır insanları. Danışığı ilə, bəlağəti ilə. Ancaq baxırsan ki, dindən xəbəri yoxdur, dindən danışır. Ona görə din bilmədiyin şey haqqında danışmaq olmaz. Əks halda yüklənirsən və insanların da sənin danışdıqlarını insanlar həyatında tətbiq edirlər. Və onun səbəbkarı sən olursan. Və özün günah qazandığın kimi onların da günahlarını, haqlarını üzərinə yüklənirsən. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən sənnə sünnətən səyyiətən fələhu vizruha və vizru mən amilə biha ilə yevmil qiyamə." Kim bir pisliyə qapı açarsa, şərə qapı açarsa, o özü də günah qazanır və onu edən bütün insanlar da ondan günah qazanır. İlə yevmil qiyamə, qiyamətə qədər. Ona görə diqqətli olmalıyıq, möhtərəm qardaşlar. Bəli. Bəli, buyurun, buyurun. Buyurun. Deməli, belə bir sual var. Tələbə şeyxin və ya elm tələbəsinin bir xətası olanda onu necə düzəltməlidir? Yəni dərs əsnasında və yaxud belə, yəni necə yerinə yetirilməlidir bu məsələ? Möhtərəm qardaşlar, tələbə müəlliminin xətasını bəli düzəldə bilər. Ancaq yaxşı olar ki, onu təklikdə ona izah eləsin. İnsanlar içində yox, yəni gözəl bir şey, hikmətlə. O demək deyil ki, müəllim toxunulmazdır. Onun da xətası ola bilər. Və onun da xətasını düzəltmək labuddur, lazımdır. Demək lazımdır ki, bu məqamda xəta edirsiniz və ola bilər o insanlara yayılıbsa, sonradan onu yenidən izah eləmək olar ki, bəs burada mən xəta etmişdim və bunu da etiraf edib düzəltmək lazım. Çünki yük qalır insanın boynunda. Kimsə sənə gəlib xəbər verirsə, nə isə o xətanı düzəltmək lazım və insanlara da onu çatdırmaq lazım ki, bəli, mən bu məqamda xəta etmişdim və o şərəfdir onu düzəltmək. Vallahi şərəfdir. Bu dünyaya heç kim gəlməyib ki, yüklə getsin. Şərəfdir ki, bir mömin üçün, bir müsəlman üçün xətası ona deyilir və o da onu etiraf eləyir. Əgər insanlara da onu çatdırıbsa, onu insanlara tənbih edir. Bəli. Yəni bu təklikdə olmalı. Təklikdə olur, bəli, təklik. Hər bir insanın xətası, nəinki müəllimin, nəinki tələbənin. Bir insan xəta edirsə, onun xətasını birinci təklikdə olmalıdır. Təklikdə xəbər verməlisən. Bir qardaş xəta eləyib, onu insanlar üçün ifşa eləmirsən də. Yəni sadəcə o ifşa eləmək artıq ən son mərhələdir ki, ola bilər elə bir hal yaranar ki, bəyan eləmək məcburiyyətdə qalarsan. Ancaq bir insan xəta eləyirsə, mütləq onu müəllimindən, tələbəsindən, kimindən asılı olmayaraq onu kənarda nəsihət eləmək lazımdır ilk növbədə. Demək olar da, yəni təhlükəli xəta var. Bəli. Yüngül xəta var. Bəli, təbii ki, məqamlar var. Yəni biz deyək ki, insan bir dəfə xəta eləyib, onu sıraz həmən ifşa eləmək olmaz. Çalışmaq lazım, onu nəsihət edəsən, hikmətlə. Yəni ola bilər də birdən dərs əsnasında müəllim elə bir xəta eləyər ki, onu təkliyə saxlasan, o xətanı tələbələr götürərlər. Yox, düzəltmək olar. Elə bir məqamlar var ki, düzəldəsən. Burada bir çətinlik yoxdur. Ola bilər insandır, bilmədən hansısa bir sözü deyir. Onu düzəltmək olar, bəli, gözəldir. Subay qardaşlar evlənə bilmirlər, evlənmək üçün yəni hansı səbəblərdən tutunsunlar?
Bəli. Möhtərəm qardaşlar, son vaxtların deyək ki, çox insanların, çox qardaşlarımızın yəni ki, çətinlik çəkdiyi məqamlardan birisi də ki, son zamanlar evlənmək çətinləşib. Biz eşidirik, hamımız, yəni cəmiyyətin içindəyik, eşidirik və görürük ki, həqiqətən də son illərdə və getdikcə də sanki çətinləşir. Və təbii ki, insan, mömin hər zaman birinci bir şeydən başlamalıdır. Birinci duadan başlamalıdır. Allahdan istəməlidir. Çünki hər şeyə qadir olan Rəbbimiz onu bizlər üçün asanlaşdırmasa, o heç vaxt asanlaşa bilməz. Ona görə möhtərəm qardaşlar, duaya vaxt ayırmalıyıq. Çoxlu dua etməliyik. Bəli, dua edir qardaşlar, dua edirlər. Yəqin ki, ehtiyacı olan, evlənmək istəyən və hər bir sahədə belədir ki, insanın nəyə ehtiyacı var, onun duasını edir. Ancaq ki, daha çox etməliyik, möhtərəm qardaşlar. Yəni, daha çox istəməliyik Allahdan. Və görürsən ki, gecikir və duanı artır. Və daha çox istə. Daha çox istə. Bu birinci məqamdır. Ən çox edə biləcəyimiz Rəbbimizdən istəməliyik. Çünki hər şey onun əlindədir. Allahdan çoxlu istə verəcək. O qapı bir gün açılacaq. Bu birinci məqamdır. Və ən üstün məqamdır ki, istəmək. İkincisi, möhtərəm qardaşlar, səbəbdən tutmaq. Düzgün səbəblərdən tutmaq. Üçüncüsü, sənə açılan dəyərli fürsətləri yerinə gətirmək. Yəni, gördün ki, Allah subhanahu wa ta'ala bir sənə evlənmək üçün şans verib, bir fürsət verib, çalış, istixarə et və onu dəyərləndirməyə çalış. Yəni, çox incələmə. Çox incələyəndə şeytan da orada öz rolunu oynayır. Və görürsən ki, şeytan sənə fürsət vermir. Çünki şeytan hər zaman ailələrin dağılmasını istəyir, möhtərəm qardaşlar. Heç zaman istəmir ki, birləşsinlər. İki gənci birləşdirmək savabdır, əcirdir, gözəl bir xeyirdir. Kim bacarırsa, iki dənə gözəl bir insanı cəm edir. Allah Rəsulunun sünnəsini yaşamaqda onlara kömək olmuş olur. Ancaq şeytan bunu istəmir. Ona görə sənə gələn fürsətlərin dəyərləndir. Və bizlərə, möhtərəm qardaşlar, istixarə qoyulub. Allah Rəsulü sallallahu aleyhi ve sellem bizlərə istixarə qoyub. Sənə bir qapı açıldı evlənmək üçün, istixarə et. Ondan sonra addım at. Allah hər birimizə və bütün müsəlmanlara xeyir nəsib etsin və evlənmək istəyən qardaşlarımıza da, bacılarımıza da xeyirli evliliklər nəsib etsin. Bəli. Yol keçəndə bu sağ tərəfi buraxmaq məsələsi. Bəli. Qardaşlar, xahiş edirəm, ümumiyyət olmasınız. Yəni, bu sünnətdirmi, vacibdirmi, öncə böyük buraxılmalıdır, yoxsa sağ tərəfdən keçilməlidir? Möhtərəm qardaşlar, ümumən Allah Rəsulü sallallahu aleyhi və səlləm hər zaman bizlərə tövsiyə edərdi ki, sağdan keçməyi, hər bir şeydə daha doğrusu sağdan istifadə etməyi, xeyir işlərdə sağdan istifadə etməyi bizlərə tövsiyə edərdi. Məsələn, ayaqqabı giyinərkən olsun və xeyir işlərdə yol verərkən bəzi alimlər gətirirlər ki, yəni böyüklərə yol vermək daha müvafiqdir. Böyük insanlara yol vermək. Təbii ki, sağdan keçərlərsə daha gözəl. Ancaq böyüklərə yol vermək daha uyğun sayılır. Və ümumi götürəndə isə sünnədə odur ki, sağdan keçmək və alimlər də müəyyən dəlillərə əsasən gətirirlər ki, yəni böyüklərə üstünlük vermək müstəhəbdir. Daha yaxşıdır, bəli. Son zamanlar bu sosial şəbəkələrdə ruqiyyə mərkəzləri, belə reklamlar, yəni cürəbəcür yağlar, sular, yəni oxumuşuq, bu belə eləyir, elə eləyir. Yəni bu cür üslub, bu dinimizdə yəni nə kimi yer alır? Möhtərəm qardaşlar, bəli, ruqiyyə dinimizdə sünnədə gələn gözəl
əməllərdəndir. Yəni ruqiyyə eləmək. Ruqiyyə nədir? Ümumiyyətlə bəzən ruqiyyə deyiləndə insanlar qorxurlar. Ruqiyyə böyük, çətin bir əməl deyil. Ruqiyyə Quran oxumaqdır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, bir yerin ağrasa, gördün ki, haransa ağrıyır, əlini qoy, Bismillah, 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 Əuzu bi qudratillahi min şərri mə əcidu və uhadiru. Min şərri mə əcidu və uhadiru. Əuzu bi qudratillahi min şərri mə əcidu və uhadiru. Bunu 7 dəfə təkrarla. Bu özü ruqiyyə sayılır. Eyni zamanda İxlas, Fələq, Nəs surələridir, Fatihə surəsidir, Ayətül Kürsüdür. Bunları da oxumaq və hər bir insan özünü ruqiyyə edə bilər. Ailəsini ruqiyyə edə bilər. Yəni, hansısa bir, deyək ki, insanın halı pisləşib, hansısa bir xəstəliyi var, ağrıları var və yaxud da ki, cin toxunub və yaxud da ki, sehr olunub, göz dəyib, nəfs olub və belə hallarda, bəli, sünnədə gəlib ki, ruqiyyə edin, ayət kəlmələrlə, Fatihə surəsi ilə, Ayətül Kürsü ilə, İxlas, Fələq, Nəslə və bunlarla hər birimiz, əgər bir insan bilmirsə, bəli, o, məsələn, kimisə çağıra bilər ki, ona kömək etsin bu məsələdə. Ancaq qaldı ki, qardaş, sizin dediyiniz məqamda ki, bəzi insanlar bunu fürsət bilib pul qazanırlar. Möhtərəm qardaşlar, yəni ruqiyyədə pul qazanmaq ümumi olaraq bəyənilən bir əməl deyil. Yəni, onu vəzifə kimi seçmək. Bəli, Allah Resulü sallallahu aleyhi və səlləm dönəmində sahabələr gediblər, oxuyublar bir yerdə, hansı ki bir qövmün başçısına oxuyurlar və oradan bir pay verirlər onlara, onlar da onu götürürlər. Belə bir hadisə olub. Ancaq onu vəzifə kimi seçməyiblər. Belə bir hal olub, yəni o vəzifə kimi yox, gediblər, kömək ediblər, o məqamda onlara bir pay ayrılıb. Allah Resulü də bunu inkar eləməyib. Allah Resulüne də bir pay veriblər. Ancaq bəzi insanlar onu dəlil götürərək, yəni vəzifə kimi seçirlər, görürsən, yəni pul mənbəyi kimi də daha doğrusu. Bəli, kömək eləmək gözəl əməldir. Qardaşlara, bacılara, insanlara ruqiyyə eləmək. Ruqiyyə əsnasında kimsə nəsə versə, bəli, yəni heç nə demədən yəni insan götürə bilər. Ancaq onu müəyyən məbləğ təyin eləmək ki, mən 5.000 oxuyuram, 10.000 oxuyuram, 3.000 oxuyuram, bu şəkildə təyin edib onu biznesə çevirmək, Allah qorusun, bu dəhşətdir. Yəni, belə şey etmək olmaz ki, hər, deyək ki, bunun 1000 manat qiyməti var, 500 manat qiyməti var, 300 manat qiyməti var. Yəni, sanki nəyisə satırız, sankimi, yəni Allahın ayətlərini satmış kimi onlarla davranırsan. Ona görə bu cür əməllərdən uzaq olmalıyıq. Bəli, insan ruqiyyə etməlidir, kömək etməlidir. Ancaq ona sərf elədiyi vaxtın müqabilində gözləmədən kimsə nəsə verirsə, az verir, çox verir, onu qəbul edə bilər. Ancaq müəyyən məbləğlər təyin eləmək olmaz, düzgün deyil. Bəli. Bir də bu ruqiyyə prosesini çəkib sosial şəbəkəyə qoymaq olarmı? Yəni, biz gördük bu sosial şəbəkədə belə videolar çıxdı qabağımıza. İndi ruqiyyə bilirik ki, kimə olunur. O insan ruqiyyə olunanda qeyri-ixtiyari hərəkətlər olur, orada bəzi şeylər olur. Yəni, onu çəkib qoymaq olar sosial şəbəkədə. Biz bəzi gördük ki, belə bir hərəkətlər elədilər. Biri indi ibrət götürsə, 5-i məsələn gülüş obyektini çevirir. Bəli, möhtərəm qardaşlar, bəli, bu cür şeylərlə, bu cür müalicəvi ruqiyyə yəni üslubları ilə insanları yəni çəkib qoymaq bəyənilməyən bir haldır. Sual onlar nə üçün? Ona görə ki, birincisi onu etməklə ola bilər ki, uşaqları və bir çox insanlara qorxu mənbəyi kimi ola bilər. Yəni onu görən qorxa bilər. Sən onun qorxmasına səbəb ola bilərsən. Çünki orada elə hallar baş verir ki, görürsən, insan özündən çıxır, qışqır, bağır salır və müəyyən özündən qeyri-ixtiyari hərəkətlər edir və onu görən, ola bilsin, uşaqdır, yaşlıdır. Belə insanlar var, o mənzərəni baxır və təsirlənir və ona pis təsir edir. Hətta görürsən ki, özünün o insanın xəstələnməsinə gətirib çıxarır. Ona görə bu cür mənzərələri
çəkib nümayiş etdirmək, onu paylaşmaq, onu insanlar arasında yaymaq düzgün hal deyil yəni. Yəni düzgün hal deyil möhtərəm qardaşlar. Hətta deyərdim ki, Allah qorusun, kimlərinsə haqqına girməsinə səbəb ola bilərsən. Kiminsə qorxmasına səbəb ola bilərsən. Və beləliklə də günaha girmiş olarsan. Çünki bu Allah üçün olunan əməllərdir. Qardaşına kömək edə bilirsən, elə. Bacına kömək edə bilirsən, elə. Ancaq onu çəkmək, onu ifşa eləmək, onu yaymaq, o insanın etdiyi o hərəkətləri insanlara göstərmək və görərkən həm o insan rüsvay olur bir növ, həm də ki, görənlər də vahimə basır görənlər də. Ona görə bu cür əməllərdən çəkinmək tövsiyə olunur. Allah hər birimizi eşidib faydalanlardan etsin. Allah hər birimizi eşidib əməl etməyə müvəffəq etsin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.